20 noyabr üçün ən düz bürc proqnozları, hər bürc ayrıca ümumi təhlil və sonda qısa məsləhət. Qoç ümumi. Enerji və təcillik hissi güclüdür. İşdə sürətli qərarlar vermək lazım ola bilər. Emosional tərəfdən həssaslıq arta bilər. Yaxınlarla anlaşılmazlıqlar baş verə bilər. Gündəlik işləri prioritetləşdirərkən uzun müddətli nəticələri unutmamağa çalışın. Qısa məsləhət. Dərin nəfəs alıb bir addım geri çəkilmək sizə daha yaxşı nəticə verəcək. Buğa ümumi, maddi və praktiki məsələlər önə çıxır. Hesablar və sənədlərlə diqqətlə məşğul olun. Səbirlə irəliləsəniz, kiçik investisiyalar müsbət dönüş verə bilər. Emosional sabitlik sizə sosial əlaqələrdə kömək edəcək. Qısa məsləhət. Planınızı yazın və kiçik addımlarla icra edin. Əkizlər. Ümumi, ünsiyyət və yeni ideyalar günüdür. Danışmaq, təqdimat və ya yazışmalar fayda verə bilər. Diqqətinizi çoxsaylı detallara bölməməyə çalışın. Bir işi bitirmək daha məhsuldar olacaq. Sosial çevrədən bir gözlənilməz imkan gəlmə ehtimalı var. Qısa məsləhət. Telefonda və maildə dəqiqliklə yazın, səhvlərdən qorunun. Xərçəng ümumi, ev və ailə mövzuları diqqət mərkəzindədir. Daxili duyğular güclənə bilər. Sevənlərlə açıqlama və anlayış baş verərsə, münasibətlər möhkəmlənəcək. Evin işləri və rahatlıq üçün kiçik dəyişikliklər faydalı olacaq. Qısa məsləhət, hisslərinizi yumşaq və açıq formada ifadə edin. Şir ümumi, özünüzü göstərmək, liderlik etmək üçün əlverişli zamandır. Tamaşaçıya çıxmaq və ya layihə yönətmək üçün enerji var. Ancaq ego ilə həddindən artıq narahatlıq arasında balansı qoruyun. Maliyyə və vaxt idarəsi diqqət tələb edir. Qısa məsləhət, parlaqlığınızı paylaşın, amma dinləməyi də unutmayın. Ümumi detallara fokuslanmaq və təşkilat qabiliyyəti sizi irəli aparacaq. Sağlamlıq və gündəlik rutinlə bağlı kiçik düzəlişlər yaxşı nəticə verə bilər. İş yoldaşları ilə əməkdaşlıqda dəqiqlik sizi seçdirəcək. Qısa məsləhət, prioritet siyahısı tərtib edin və bir-birinə fokuslanın. Tərəzi ümumi, münasibətlər və ədalət hissi ön plandadır. Kompromislər münasibətləri gücləndirə bilər. Yaratıcılıq və estetik zövq sizə yeni qapılar aça bilər. Daxili balansınızı qorumaq üçün vaxt ayırın. Qısa məsləhət, dinləyin, sonra danışın, harmoniya yaradın. Əqrəb, ümumi dərin düşüncə, transformasiya və gizli məsələlərin açılması ehtimalı var. Emosional intensivlik sizi daha analitik və hədəf yönümlü edəcək. Etibarlı insanlarla sirləri paylaşmaq güvən yarada bilər. Qısa məsləhət, duyğularınızı idarə edin və impulsiv qərarlardan çəkinin. Oxatan ümumi, macəra ruhu və yeni bilik axtarışı güclənir. Öyrənməyə və plan qurmağa açıq olun. Eyni zamanda məsuliyyətləri laqeyd buraxmamaq lazımdır. Səyahət və